Salam dostlar, xoş gördük sizləri. Bugün istəyirəm ki, heyvanlarıma qurd dərmanı verim. Bağırsaq qurd dərmanı. Ona görə dərman almışam. İstəyirəm ki, bugün dərman vermə prosesini sizlərlə birlikdə videoya çəkib paylaşım. Heyvanların diri çəklərini ölçmüşəm. Ona uyğun dərman atmaq istəyirəm. Baxın, bu dişlərini bir-birinə sürtmək qurd əlaməti olduğunu göstərir. Bu dərmandan istifadə edəcəyəm. Qatıq dərmandır. Vermək rahatdır. Bir nəfər də heyvanlara dərman verə bilir. Həm də dərmanı ağzından atmır. Ona görə bu dərmandan istifadə edirəm. Dərman hər 200 diri çəkiyə 20 qram şəklində verilir. Qoy heyvanları bağlayayım, rahat olsun. Sonra isə başlayaq işə. Dostlar, hər tezgəndən durdum ki, heyvanlara bağırsaq qurd dərman verim. Bunun için önce heyvanın diri çəkisini təxmini təyin etmək lazımdır. Metreden istifadə edəcəyim. Mən diri çəklərini dünən ölçmüşəm, dərman almamışam əvvəl. Elə belə göstərirəm sizə. Heyvanların diri çəkisini əvvəlcədən təyin etmək lazımdır ki, ona uyğun dərman ala biləsiniz. Demək, qabaq əllərinin arxasından çevrəsini ölçmək lazımdır. Çevrəsini ölçmək lazımdır. Həmçinin də o heyvanın ölçüb, ona uyğun qaytarlardan gərək dərman alasınız. Bunu əvvəlcədən etmək lazımdır. Mən bu heyvanların diri çəklərini bilirəm və ona uyğun da dərman almışam. İndi isə başlayaq. Şpris almaq lazımdır. Mən almamışam, yadımdan çıxıb. Şpris var idi, ondan istifadə etmək istəyirəm. Çalışıyorum, təzə alın şprisi. Her 100 litreye 10 gramla. Şprisim 10 gramlıdır. Ona göre her 100 litreye 10 gram istifadə etmek istiyorum. Başlayalım.
videonu qısa tutmaq üçün az verəcəyəm. Çünki bu heyvana 4 şpris getməlidir. Göstərmək üçün hərəsinə bir dəfə göstərəcəm. Buraya gel. 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 Bağırsaq qurdu əsasən yem vasitəsilə əmələ gəlir. Əsasən yemdən keçir. İnşallah yaxşı olar, dərmanladır. Dostlar, bir videonun da sonuna gəldik. Sizdən videonu bəyənməyi xahiş edirəm. Allah var eləsin sizləri. İnşallah yeni videolarda görüşənədək.